Daşınan əmlakın yüklüyün dövlət reyestrində yüklük haqqında bildirişin qeydiyyata alınması prosesini nəzərdən keçirilir. Reyestrə daxil olduqdan sonra yeni bildiriş düyməsinə tıklayaraq xüsusi yüklük seçilir. Bildirişin qeydiyyatı səhifəsinə daxil olduqda yüklüyün tipi olaraq müqavilə əsasında yaranan hissəsi seçilir. Daha sonra yüklüyün növü seçilir. Müqavilə bağlanmışdır seçilir. Müqavilə bağlanmamışdır seçildiyi təqdirdə 30 gün ərzində bu məlumat düzgün formada daxil edilməsə, bildiriş avtoxitam olunacaq. Müqavilə nömrəsi qeyd edilir və daha sonra müqavilənin tarixi qeyd olunur. Razılıq haqqında fakt təsdiq edilərək yüklüyün predmeti qeyd edilir. Daha sonra etibarlılıq müddəti seçilir. Statistik məlumatlar hissəsində yüklük predmetinin kateqoriyası seçilir və yüklük predmetinin yuxarı həddi qeyd olunur. Daha sonra öhdəliyin valyutası qeyd olunur. Yüklük sahibi yüklük verən və borclu hissəsində yüklük verən və borclu haqqında məlumatlar qeyd edilir. Əgər yüklük verən və borclu eyni şəxsdirsə, bu təsdiqlənərək tipi seçilir. Daha sonra həmin şəxsin şəxsi məlumatları qeyd olunur. Axtarış edilərək məlumatlar daxil edildikdən sonra telefon nömrəsi, cinsi və borc alanın təkrar müştəri və yeni müştəri olması haqqında məlumatlar qeyd olunur. Daha sonra e-mail qeyd edildikdən sonra yadda saxla düyməsinə tıklanılır. Məlumatlar düzgün formada doldurulduqdan sonra irəli düyməsi tıklanılır. Bildirişin qeydiyyatı düyməsinə tıklamaqla bildiriş qeydiyyata alınır. Hazırlanmış bildirişləri icra gözləyənlər səhifəsində əməliyyatları seçin düyməsinə tıklamaqla kredit kartından ödəmək və depozit hesabından ödəməklə qeydiyyatını tamamlamaq mümkündür. Eyni zamanda sil və dəyiş düymələrinə tıklamaqla bildiriş üzərində əməliyyat aparılması mümkündür. Depozit hesabından ödə seçilərək depozit hesabından ödəniş edilir. Bildirişlərin səhifəsinə daxil edilərək, daxil edilmiş bildirişlər haqqında məlumatları görmək mümkündür. Daha sonradan axtarış bölməsinə daxil olaraq bildiriş nömrəsi qeyd edilərək bildirişə baxış keçirilməsi mümkündür.